Təbii ki, təsərrüfat işləri üzrə direktor müavini. Söz yox var, tarif sorğu ixtisas kitabçasında bununla bağlı qısa məlumat var, amma bu imtahanı ödəmir, açıq deyim mən sizə. Biraz belə deyim də, genişləndirmişik bu mövzunu, imtahanda nələrdən düşür. Misal üçün, mən bunun şahidi olmuşam. Və buna uyğun da dərs sistemi quracağıq səninlə. Yaxşımı? Və inan səmimiyyətimə, deyirsən, belə deyim də, əmin deyiləm özümə, çəkinirəm və s. və axır. Bu, hər kəsin, belə deyim də, problemli yeridir. Biraz özgüvənli olsun, bəs eləyər, yaxşı. Yəni, belə geçsə, mən səndən motivasiya dərslərini keçsəm. Narahat olun. Yaxşı. Yəni, elə də çətin deyil, doğrudan deyirəm. Asan bir şeydir. Başlayaq, yaxşı. Bu insan nəyi bilməlidir? Yəni, bu neynəməlidir? Bunun haqqında danışaq. Təsərrüfat işləri üzrə direktor müavini bir qayda olaraq bilməlidir nəyi? Təsərrüfat xidmətini, yəni xidməti işlər üzrə də, yəni işin yerinə yetirilməsinin təşkilinidir, xidmətçi heyətinin əməyinin mexanikiləşdirilməsidir, yəni səmərəli formadan söhbət gedir təbii ki. Binanın istismar olunması qaydalarıdır, əməyin elmi təşkilinin əsaslarıdır, daxili əmək intizam qaydalarıdır, əmək qanunsuzluğunun əsaslarıdır, əməyin mühafizəsidir, texniki təhlükəsizlik, istehsalat, sanitariya, yanğından müdafiə qayda və normaları. Bunlar mütləq şəkildə təsərrüfat işləri üzrə direktor müavini bilməlidir. Bir də ki, Nazirlər Kabinetinin 19 yox, üzr istəyirəm, 59 nömrəli qərarı var. 1996-cı il 26 may tarixində təsdiq olunmuş bir qərardır. Burada da ki, məktəbin nizamnaməsidir, yəni ştat ardıcıllıqda. Misal üçün, təsərrüfat işləri üzrə direktor müavini neçə sinif komplektasiyasından sonra bu ştat yaranır. Aydındır. Bir qayda olaraq 10-dur. Yəni 10 və təsərrüfat müdürü ştat yaranır. Ta ki 19 daxil olmağına. 20 və şagird sayı kontingentdən söhbət gedir. 401 və yuxarıdırsa, bu ştat çevrilir olur. Nə? Təsərrüfat işləri üzrə direktor müavininə. Aydındır. Yəni bunları yadda saxla, bəs eləyir. Yəni ali və orta ixtisas təhsilli bu deməli şəxslərə həmçinin yəni müavinlikdən söhbət gedir də 3 il, yəni əmək stajı vacibdir, tələb olunur. Və direktorun vəzifə maaşından 20%, bəzi hallarda, indi suallarda 15% də düşə bilər. Amma qanuna əsasən 20%-dir. Amma ola bilər ki, 20% testdə imtahanda düşməsin, 15-i görsən, 15-i də götürə bilərsən, yaxşı. Amma bir qayda olaraq yenə deyirəm, 20%, yəni 20% az olur. Aydın, misal üçün, direktorun, belə deyim də, misal üçün deyirəm, misal üçün, vəzifə maaşını belə rahat hesablamaq üçün deyirəm də sizə, 1000 manatsa, 20% ondan aşağı nə gedir? 800 manat. Yəni, 20%-də ədədin 5də 1 hissəsidir, düzdürmü? Yəni, buna uyğun olaraq hesablayırsan, tapırsan. Və bir şey də yadda saxlayın ki, təsərrüfat işləri üzrə direktor müavininin, belə deyim də, ümumi müddəaları var ki, bunları da bilməlisən. Yəni, tanış olmağın məsləhətdir. Yəni, bir şey, belə deyim sənə, təsərrüfat işləri üzrə direktor müavini məktəbin rəhbər şəxslərindən biridir. Özü də əsas şəxslərindən biridir. Çünki bu boyda binadır da, yəni sonunda buna cavabdeh olan şəxslər var. Düzdür? Həmin şəxs də birbaşa olaraq təsərrüfat işləri üzrə direktor müavinidir. Ümumiyyətlə, təsərrüfat maliyyə sənədləşməsi hamısı kimin üzərindən aparılır? Təsərrüfat işləri üzrə direktor müavini və ya təsərrüfat müdürünün. İndi şagird kontingenti və ya sinif komplektasiyası az olanda bayaqlar dedim, axı mən sənə, şagird sayı 401-dən yuxarı və sinif komplektasiyası 20 və yuxarıdırsa, bu zaman təsərrüfat işləri üzrə direktor müavini vəzifəsi, yəni ştatı yaranır da, yəni düzdürmü? Əgər aşağısı olur təsərrüfat müdürü. Ümumi müddəalara gəldikdə isə bunu yadda saxlayın ki, təsərrüfat işləri üzrə direktor müavini, belə deyim də, əmək məsuliyyətinə çıxarkən, yəni onun daha hüququnda düzdür bir işçi kimi əmək məsuliyyətinə çıxsın. Onu texniki heyətdən bir nəfər direktorun əmrinə əsasən əvəz eləyə bilər, texniki heyətdən biri. Amma ola bilər ki, rəhbər şəxslərdən biri də əvəz eləsin. İndi ola bilər ki, ona maaş yazılsın və ya ictimai əsaslarla olsun, yəni əvəz etməklə verilə bilər. Həmçinin də əvəz etməklə verilirsə, onun maaşı, belə deyim də, Əmək Məcəlləsinin 162-ci maddəsinə əsasən hesablanır. Müvafiq olaraq 1-ci və 2-ci bəndinə uyğun olaraq. Yox, əgər ictimai əsaslarla verilirsə, belə deyim, daxili əmrinə, bu zamanda belə deyim, maaş yazılmır, amma o mütləq şəkildə o vəzifə əvəz edilməlidir. Yəni, kimsə o işi aparmalıdır, belə deyim də sizə aydındır. Amma texniki heyətdən də təbii ki, kimsə onu əvəz eləyə bilər. Və belə deyim, əvəz etməyə görə də maaşın yazılıb yazılmamağı bir qayda olaraq tərəflərin razılığı əsasında olan bir haldır. Yəni, təsərrüfat işləri direktor müavini inzibati işlərdə, təsərrüfat işlərində də yəni ən azı 3 il staja malik olmalıdır. Bunu yadda saxlayın. Təsərrüfat işləri üzrə direktor müavini və direktorun əmri ilə vəzifəyə təyin edilir və onun əmri ilə, təbii ki, əsaslandırılmış əmrindən məsələlərdən dolayı, yəni onun əmri ilə işinə xitam verilə bilər. Təsərrüfat işləri direktor müavini birbaşa olaraq kimə tabidir? Təbii ki, məktəbin direktoruna. Və bir şey də yadda saxlayın ki, bir müəssisədə yalnız və yalnız bir işə götürən ola bilər. 2, 3, belə bir şey yoxdur.
Bunu yadda salın. Bir nəfər belə deyim də, o qədər təsərrüfat dedim ki, bütün cümlələrin başında təsərrüfat. Hə. Yəni bir nəfər olur belə deyim, rəhbər şəxs. Ola bilər rəhbər şəxs vakant yer olsun. Misal üçün də direktor vakantdır. Onu kimsə əvəz eləməlidir. Aydındır? O vəzifə, yəni rəhbər vəzifələr elə bir vəzifədir ki, və əsasən də direktor vəzifəsi mütləq şəkildə əvəz edilməlidir. Və ya həvalə qaydası ilə ştat ardıcıllığına uyğun olaraq, yəni ştat direktor, sonra təlim tərbiyə sözü direktor müavini, təsərrüfat sözü direktor müavini, təşkilatçı rəhbər, yəni məktəbdən kənar sinifdən xaric bu təşkilatçı rəhbərlər var. Daha sonra psixoloqdur, veteriner. Yəni ştat ardıcıllığına uyğun olaraq məktəb, yəni əgər vakantdırsa direktor vəzifəsi həvalə edilməlidir. Eyni ilə də digər vəzifələr olmalı. Təbii ki, burada da ki, şəxsin bilik bacarığı, həmçinin nailiyyətlər də qiymətləndirilməlidir. İdarə etmə bacarığı nə yerdədir? Bunlar önəmli olan faktlardan biridir. Yaxşı, məktəbin maddi texniki, belə deyim mi mən sizə, məktəbin texniki işləri var ha, yəni heyətdən söhbət gedir burada. Həmçinin tədris köməkçi heyəti, laborantlardır, katibədir, daha sonra kitabxanaçının özüdür, yəni köməkçi heyətdə bunlar, düzdürmü? Birbaşa olaraq təsərrüfat işləri direktor müavininə tabedirlər. Aydındır? Yəni birbaşa tabeçiliyi təsərrüfat işləri direktor müavinidir. Vəssalam. Məktəbin texniki heyəti dedik ki, tədris köməkçi heyətləri təsərrüfat işləri direktor müavininə tabedir. Təsərrüfat işləri direktor müavinindəki birbaşa olaraq direktora tabedir. Vəssalam. Aydındır? Yəni bu məsələ, bu proses belə deyək də, zəncirvari olan bir prosesdir. Və təbii ki, ola bilər texniki heyətdən və ya yardımçı heyətdən kimsə misal üçün icazə almaq istəyir, subordinasiya qaydalarına uyğun olaraq birbaşa təsərrüfat işləri direktor müavininə yaxınlaşmalıdır. Aydındır? Yəni pillə-pillə getməlidir də. Burada etik qaydalar, yenə deyirəm, subordinasiya qaydaları gözlənilməlidir. Çünki sonunda o müəssisə nə mənim deyil, sənin deyil də, dövlətin müəssisəsidir. Düzdürmü? Dövlət büdcəsindən maliyyələşən müəssisədir. Yəni belə şeylərə diqqət eləmək vacibdir. Təsərrüfat işləri direktor müavini, yəni öz fəaliyyətində Azərbaycan Respublikasının konstitusiyasını, yəni əməklə bağlı bizim konstitusiyanın neçənci maddəsində demişdik? 35-ci maddədə. Düzdürmü? Təhsillə bağlı 42-ci maddə. Yəni ümumiyyətlə konstitusiyon hüquqları, öhdəlikləri yerinə yetirməyə şərti, yəni əsas onu götürür. Daha sonra mövcud qanunvericilikdən irəli gələn sərəncamdır, əmrdir, təlimatlardır. Həmçinin məktəb direktorunun isə bax bu sözü belə deyim, daha yaxşı yadına saxla. Məktəb direktorunun bütün göstərişlərin yox, onun səlahiyyət çərçivəsində olan göstərişlərin əsas götürür və tapşırıqlarını verir. Aydındır? Yəni direktorun səlahiyyət çərçivəsində onun belə deyim də verdiyi tapşırıqları götürür, icrasını isə ona qanunvericiliyə uyğun olaraq aparır. Yaxşı, elə də çətin bir proseslə həftəlik olaraq normalda olduğu kimi 40 saatlıq iş rejimi ilə işləyir. Təbii ki, qısaldılmış iş vaxtında işləyə də bilər. Burada məsələ nədən ibarətdir? Kateqoriya məsələsi vardır. İşçinin həmin o işi aparan şəxsdən söhbəti gedir. Onun belə deyim, səhhəti, fizioloji quruluşu və yaxud da ki, əlilliyi və s. və axır bunlar əsas götürülərək qısaldılmış iş vaxtında da işləyə bilər. Üzülü sayın bir adam dərs keçirəm, mən boğazım quruyum. Fəaliyyət funksiyasından danışaq. Fəaliyyət funksiyası deyəndə biz təsərrüfat işləri direktor müavini məktəbin maddi texniki bazasına rəhbərlik edir, onu qoruyur. Aydındır? Misal üçün deyə bilərsən ki, belə deyim də sizə, sinif otaqlarına biz inventar veririk də. Partadır, stoldur, stuldur, həmçinin əyani vəsaitləri və ümumi quruluş var da. Bura birbaşa olaraq cavabdehlik məsələsinə görə, yəni daxildə olan, yəni otaq şəraitində olan inventara cavabdeh olan şəxs var sonunda. Düzdür, bu kimdir? Təsərrüfat işləri direktor müavini. Bu məsuliyyətini bölüşdürmək üçün təbii ki, birbaşa olaraq akt tərtib edir. Misal üçün, Təravət xanımda, düzdür adınız? Təravət müəllimiyə mən belə deyim 5 dənə parta vermişəm, 5 dənə stul vermişəm, 3 dənə nə bilim mikroskop vermişəm və s. və axırda misal üçün deyirəm. Bunlar aktlaşdırılaraq sizin adınıza, yəni bir növ məsuliyyəti bölüşdürür. Aydındır? Burada təbii ki, aktda qol çəkə bilər təlim tərbiyə işləri direktor müavini, təşkilatçı rəhbər, sinif rəhbəri olaraq siz, aydındır? Otağın belə deyim kiçik xidmətçi, işçisi, bunlar nəzərə alınmalıdır. Və bir qayda olaraq 1:45 dəqiqənin belə deyim də məsul şəxsi kimdir? Təbii ki, müəllimdir. 1:45 dəqiqə, yəni müəllim icazə verməsə, 1:45 dəqiqənin sahibi odur axı. Direktor özü də belə həmin dərsə müdaxilə eləyə bilməz. Bunu bilirik, düzdürmü? Buna görə də həmin müəllim
Yəni mən sizə belə deyim də, bəsit yolla izah eləməyə çalışıram ki, daha rahat formada öyrənə biləsiniz də. Həmin belə deyim müəllim ümumi belə deyim inventarın özünə cavab verir. Tək şagirdlərə yox. Aydındır? Misal üçün partayada stoldur, əyani vəsaitlərdir, qəsə qapıdır, pəncərədir. Yəni bəzi şagirdlərimiz var ki, bizim dəcəldilər, hiperaktivdilər və s. və ilə axırda. Yəni, çətin tərbiyə olunan uşaqlar da var ki, bu kateqoriyaya aid edilirlər də. Onlar da, belə deyim mən sizə, misal üçün də əyani vəsaiti sındırıb, niyə görə təsərrüfat şirkəti direktor müavini ödəməlidir onun pulunu? Düzdür? Ona görə bir qayda olaraq sən məsuliyyəti paylayırsan. Və bir növ ötürürsən sinif rəhbərinin. Çünki onun özü də rəhbərdir, sinif rəhbəridir. O özü də araşdırır, indi o kimin dərsində olub və yaxud da hansı şagird eləyibsə, qanuna uyğun şəkildə də müvafiq addımlar atılmalıdır. Yaxşı, istifadə müddəti bitmiş, yararsız vəziyyətdə olan inventarların silinərək məktəbin maddi texniki bazası siyahısından çıxarılması da təsərrüfat şirkəti direktor müavininin fəaliyyətindən biridir. Əməyin mühafizəsi ilə bağlı normaların həyata keçirilməsini təmin etməlidir. Texniki təhlükəsizlik normalarına əməl etməlidir. Yanğından müdafiə qaydalarına, daha doğrusu mühafizə qaydalarına əməl edilməlidir. Sanitar gigiyenik normalarına əməl edilməlidir. Bunları öyrənməyin də, misal üçün biz danışdıq, ümumi müddəalar, fəaliyyəti, öhdəlikləri indi olacaq, yəni vəzifə öhdəliklərdə, məsuliyyət nəyə daşıyır, həmçinin hüquqları nədir. Bunları biz cədvəl halına salırıq. Aydındır. Yazırıq, misal üçün, növbəti dərslərimizdə əmək məcəlləsini keçəndə bir qayda olaraq biz nəyə keçsək, misal üçün, məzuniyyət hissəsinə gəlib çatanda da orada çoxda 21 gün var, 30 gün var, 42 gün var, 46 gün var, 56 gün var və razılaşdırma ilə olan məzuniyyətlər var və əlavə məzuniyyət var, staja görə olan məzuniyyətlər var da. Yəni, bunlar yəqin ki, bilirsiniz. Bir də 117-ci maddəyə uyğun olaraq, yəni 2 və daha çox uşağı olan qadınlara da əlavə məzuniyyətlər verilir. Staja görə bayaqları qeyd etdim. Yəni bunları ümumiləşdirərək, yəni cədvəl halına salırıq, ona uyğun şəkildə öyrənəcəyik. Eyni qayda ilə də burada da biz bu prosesi həyata keçirəcəyik. Misal üçün bunun fəaliyyət funksiyası nədir? Ümumi müddəalar nədir? Bunun üçün nəyi bilməliyik biz? Öhdəliklərimiz nədir? Aydındır? Buna uyğun şəkildə biz addımlarımızı atırıq. Yaxşımı? Çətin deyil mənə elə gəlir ki. Tam elək bunun belə deyək də fəaliyyət funksiyasına danışırdıq da biz bayaqlar, düzdürmü? Yəni məktəbin sudur, istilikdir. Yəni bunlarla bağlı təminat gedir də, bunların hamısı bilirsiniz. Yəni bunları nəzarət eləyir. Yanğın mühafizə qaydalarına əməl edilməsinə belə deyim, nəzarət eləyir. Sanitar gigiyenik normalarına əməl edilməsinə nəzarət eləyir. Bir də ki, bir şey yadda saxla. Fərdi istilik sisteminə malik olan məktəblərdə yalnız və yalnız yay mövsümündə qazanxana avadanlığının, su və belə deyim də, burada indi qazanxana avadanlığı deyəndə ümumi prosesi götürək, ayırmayaq hissələrə. Ümumi prosesdən söhbət gedir. Bir dəqiqə mən görüntünü burada açım, desəm bağlamışam. Ümumi vəziyyətdən söhbət gedir. Yəni avadanlığın saz vəziyyətdə qalmasını təmin edir. Amma hansı mövsümdə? Yay mövsümündə, qış mövsümündə, yaz mövsümündə, payız mövsümündə yox. Yay mövsümündə. Aydındır? Yəni, nəzarət edilir ki, qışa bir növ hazırlıq məqsədi ilə. Aydındır? Gələk çataq bu şəxsi, belə deyil, yenə bir cədvəl açırsan, cədvəlin yuxarısına yazsan ki, bunun vəzifə öhdəlikləri. Aydındır? Biz necə əmək məcəlləsinin 10-cu maddəsində işçinin əmək müqaviləsi üzrə öhdəlikləri var idi, sayırdıq, yadındadır. Eyni qayda ilə bu şəxsin vəzifəsinə görə olan öhdəlikləri var. Aydındır? Yəni, bu insanın əmək funksiyasından söhbət gedir. Yəni, bu insan neyinəməlidir? Bu nəyə öhdəliyi var, nəyə cavabdehdir? Məsələ bundan ibarətdir. Deyirik ki, təsərrüfat işləri üzrə direktor müavini texniki fəaliyyətini, məktəb təsərrüfat heyətinin işini analiz edir. Aydındır? Yəni, bir növ onların işini mexanikləşdirir. Başa düşdü? Yəni, səmərəlilikdən görə. Texniki heyətin və məktəbin maddi təchizatının planını hazırlayır. Məktəbin maddi texniki bazası sistemli olaraq nəzarət edir. Yəni, saz vəziyyətdədir, nasazdır, istismara yararlıdır və ya yararsızdır. Bunlardan söhbət gedir təbii ki. Məktəbin qənaətbəxş səviyyədə səliqə, səhmanına və sanitar gigiyenik normalarına əməl edilməsinə nəzarət edir. Səliqə, səhman deyəndə, belə deyim də, əgər onu düzəltmək mümkündürsə, bunu eləmək olar. Yox, əgər düzəltmək mümkün deyirsə, misal üçün qapıdan, ümumiyyətlə, dibindən sınıb da, yoxdur. Başa düşürsən? Bununla bağlı təqdimat hazırlamalıdır ən azından. Və yaxud o kimsə sındırıbsa, bunu aktlaşdırmalıdır. Prosedur qaydası belədir, yəni. Aydındır? Sanitar gigiyenik normalar deyəndə də ki, misal üçün, mikroblardır, bakteriyalardır. Yəni, bir növ prosedur qaydasına uyğun olaraq sanitar gigiyenik addımlar atmalıdır.
Aydındır. Yəni belə şeylər bir növ bunlar hansı dövrdə olur? Tətil vaxtı olur, yay mövsümündə olur. Yaxşı. Yəni bir növ tədrisə hazırlıq prosesi kimi də bunu qiymətləndirmək olar. Okeydir. Elə də çətin deyil. Yaxşı. Bir də ki, məktəb inventarlarının qorunmasını da təmin edir. Aydındır. Ola bilər ki, istifadə müddəti bitmiş və ya yararsızlığa düşmüş inventar varsa, yəni bunlar olan bir şeydir. Bunlar məktəbin belə deyim də stavkasından çıxarılır, yəni silinir, yəni inventar siyahısından çıxarılır. Məsələn, yəni bunu da təmin edir. Yeni tədris vəsaitlərinin inventarların alınması üçün təqdimatlar verir, yəni məktəb direktoru qarşısında məsələlər qaldırır. Təbii ki, bunu özü etmir. Başa düşürsən? Yəni sinif rəhbəri və ya kabinet rəhbəri gəlir, başa düşürsən? Yəni gəlib deyir ki, misal üçün informatika kabinetinin rəhbəri müəllimdir və ya laborantın üzvü. Deyir ki, mənə 3 dənə muşka lazımdır, mousedan sonra. 2 dənə mouse lazım və ya kompüterin belə deyim, nasazlıq var. Bunu təmirə göndərmək lazımdır və s. və axı. Bununla bağlı təqdimat yazır. Təbii ki, bunu aktlaşdırdıqdan sonra aydındır? Və yaxud da nəsə lazımdırsa gətirilməlidir, yəni sıradan çıxanda təchizat. Bu aktlaşmalıdır bir qayda olaraq. Yox, əgər yeni bir təchizat gəlməlidirsə, bu zaman məktəb direktoru, yəni rəhbər şəxs də müəssisənin rəhbəridir, düzdürmü? Adi vəzifə deyil o. Onun qarşısında vəsatətlə çıxış eləyir. Vəsatət edir, təqdimatla çıxış eləyir, təqdimat yazıcı verir ona. Aydındır? Yəni bir növ vəsatət qaldırır onun qarşısında. Yəni bu yəni prosedur qaydası da doğru düzgün olan prosedur qaydasına hesab edilir. Elə də çətin deyil. Düzdür? Yəni bu sözü o qədər deyəcəm ki, yəni sən biləsən ki, bu çətin deyil. Yaxşı. Təmirin mümkün olan inventarlar təmin edilməsini təşkil edir. Misal üçün partasını əgər bunu düzəltmək mümkündürsə düzəltmək olar. Mələkəçi düzəltmək olar. Yəni bununla bağlı indi ola bilər bəzi məktəblərdə pul yığılsın və s. və axır nöqsanlar olsun, amma bu vicdan məsələsidir də. Biz axı əmək məcəlləsi 10-cu maddəsində demişdik ki, biz vəzifə öhdəliklərimizi vicdanla yerinə yetirməliyik. Düzdürmü? Yenə deyirəm, bu belə şeylər sırf vicdan məsələsidir. Yəni uşaqdan pul yığmaq doğru bir şey deyil. Rəhbər kimi əgər sən bunu eləyə bilirsənsə elə. Eləyə bilmirsənsə eləmə də, yəni. Aydın satıb talama da bunları. Yəni daha sonra təsərrüfat sözü direktoru müavininin hüquqları var. Biz bilirik ki, bir qayda olaraq əmək məcəlləsində öyrəndiyimiz kimi bir işçinin hüquqları, daha doğrusu öhdəlikləri olduğu kimi paralelində hüquqları da var. Biz bunların fərqi var. Hüquqlarımıza görə biz məsuliyyət daşımırıq. Bizim hüquqlarımıza görə məsuliyyəti qarşı tərəf, bizim rəhbər daşıyır. Düzdürmü? Amma öhdəliklərimizə görə biz artıq özümüz məsuliyyət daşıyırıq. Okeydir? Gələk indi təsərrüfat, biraz xəstələnmişəm, üzrlü san. Təsərrüfat işləri üzrə direktor müavininin hüquqlarına. Məktəbin bütün tədbirlərində iştirak eləmək. Yəni bütün tədbirlərində iştirak edə bilərsən. Problem yoxdur. Səni heç kim qadağa qoya bilməz. Çünki rəhbər şəxssən. Plus, rəhbər şəxs olmasa da belə, ən azından belə deyim də, kollektivin bir parçasısan. Aydındır? Daha sonra pedaqoji şuralardır, iclaslardır. Burada da iştirak eləyə bilərsən. Vəzifə səlahiyyətlər çərçivəsində, yəni ona tabe olan şəxslər var. Kiçik xidmətçi işçilər, laborantlardır, yəni katibədir, kitabxanaçıdır və ya kitabxana müdürüdür. Yəni bu şəxslər daha doğrusu tapşırıqlar, göstərişlər verə bilər. Amma yenə deyirəm, səlahiyyət çərçivəsi daxilində. Səlahiyyət çərçivəsini heç bir belə deyim rəhbər aşa bilməz. Belə deyim, hərəkətsizliklə bağlı da mən onu əmək məcəlləsində daha yaxşı formada mən sənə növbət dərsdə izah eləyəcəm bu nə deməkdir. Məktəb inventarlarının sıradan çıxarılmasına, sanitar geyinlik normalarının pozulmasına gətirib çıxaran hallara görə də təlim-tərbiyə işləri üzrə direktoru müavinindən tutmuş, təşkilatçı rəhbərindən tutmuş, sinif rəhbərindən tutmuş, adi sıravi müəllimdən tutmuş və ya digər işçilərdən tutmuş fərq eləməsi. Yəni ki, idarəçilərin intisam belə deyim də cəlb edilməsinə görə məktəb direktoru qarşısında təqdimatla çıxış eləyə bilər. Aydındır? Misal üçün, sən parta sındıra bilməzsən, bu dövlət büdcəsindən, dövlətindir də bu. Bu dövlət büdcəsindən ərsəyə gələn bir şey. Sən onu niyə sındırırsan və ya niyə satasan, niyə sıradan çıxardasan. Aydındır? Yəni, bu hallar baş verirsə, təbii ki, təsərrüfat sözü direktor müavini direktor qarşısında təqdimatla çıxış eləyə bilər. Yəni, fikir versənmə, təlim-tərbiyə işləri üzrə direktor, yəni bildiyimiz zavudçudan söhbət gedir də, tədris işləri üzrə direktor müavini, bəzən belə də deyirlər və ya digər təşkilatçı rəhbər. Fikir versənmə, yəni təqdimatla çıxış eləyir. Bir növ onun vəzifə səlahiyyəti, ştat ardıcılığına çoxdan təlim-tərbiyə işləri üzrə direktor müavini deyir ki, ikinci şəxs budur da məktəbdə belə falan. Fikir versənmə, təqdimat onun elədiyi nöqsana görə hətta onu da cəzalandıra bilər. Aydındır? Yəni, bu elə də problemli bir şeydir. Söz yox, tədrislə bağlı əgərləri
Ola bilər ki, nəsə problem yaradırsa təsərrüfat işləri üzrə direktor müavini. Bu zamanda təlim-tərbiyə işləri üzrə direktor müavini artıq belə deyim, təqdimat hazırlaya bilər. Kimin qarşısında çıxış edə bilər? Təbii ki, məktəb direktorunun qarşısında. Çünki müəssisənin rəhbəri kimdir? Məktəbin direktorudur. Aydındır. Texniki heyətə yeni işçilər gələrkən, yəni götürülərkən işə qəbuldan söhbət gedirdi. Müsahibə mərhələsində iştirak edə bilər təsərrüfat işləri üzrə direktor müavini. Bu onun hüququdur. Yəni fikrini bildirə bilər. Aydındır. Bu onun hüququdur. Misal üçün, laborant işə qəbul olur. Təsərrüfat işləri direktor müavini həmin məktəbin belə deyək də namizədidir də belə deyək mənsə. Gedir o imtahanda iştirak edir və müsahibə mərhələsində ona suallar verir. Ola bilər əmək məsələsinə bağlı olsun, təhsil qanunu olsun, yanğından mühafizə qaydalarından olsun və vəzifə öhdəliklərindən olsun. İKT ilə bağlı da sual verə bilər. Və s. Yəni sual verə bilər. Yəni öz fikrini bildirə bilər. Burada problem yox. Bildirməlidir yox ha. Bildirməli bir şey öhdəlik qoyur üstünə. Yox, bildirə bilər. Yəni bildirə də bilər, bildirməyə də bilər. Aydın, yəni gedə də bilər, getməyə də bilər o imtahana. Problem yoxdur. Amma getmək istəsə də onun qarşısını heç kəs kəsə bilməz. Peşə fəaliyyəti ilə bağlı biliklərini artıra bilər. Müxtəlif təlim seminarda, konferanslarda da iştirak edə bilər. Aydındır. Təsərrüfat işləri üzrə direktor müavini məsuliyyəti ilə bağlı, indi onu mən sənə evə verəcəm. Bu ev tapşırığı kimi belə deyim, evdə öyrənərsən. Bütün bunların hamısını belə deyim 1 saat dərsə sıxışdırmayaq da. Bir də ki, belə deyim, mən sənə əməkdaşlıq eləyir kimlə təsərrüfat işləri direktoru? Təbii ki, rəhbər şəxsi direktoruna. Yəni deyim, 40 saatlıq iş qrafiki var həftəlik olaraq. Həmçinin məktəb direktorunun rəhbərliyi ilə illikdir, yarım illikdir, aylıq fəaliyyət planını da hazırlayır. Rəhbərlik etdiyi sahəyə aid olan hüquqi normativ sənədlərlə tanış olur. Direktordan məlumatlar alır. Yəni əməkdaşlıq elədiyi şəxs direktordur. Təhsil müəssisəsinin maddi-texniki bazası və təhsil infrastrukturunun normativləri. Biz indi burada təsərrüfat işləri üzrə direktor müavininə aid olan, yəni biz indi ümumi təhsil müəssisəsinə hazırlaşırıq da, düzdürmü? Ümumi təhsildən danışırıq. Ümumi təhsil müəssisəsində, yəni misal üçün də təsərrüfat işləri üzrə direktor müavininin bilməli olduğu məsələlər var ki, nədir? Bu təhsil müəssisəsinin maddi-texniki bazasıdır, təhsil infrastrukturunun normativləridir. Biz burada məktəbə qədər olan hissəni öyrənmirik də, yəni bağçanı öyrənmirik və peşə təhsili ilə bağlı öyrənmirik. Bizə lazımdır nə? Ümumi təhsil müəssisəsinə aid olan normativlər. Misal üçün, yəni belə deyim mən sənə. Ümumi təhsil müəssisəsinin tikintisi üçün torpaq sahəsinin ölçüləri mövcud şəraitdən və yerli xüsusiyyətlərdən asılı olaraq layihə qabağı, yəni layihə hazırlanmamışdan əvvəl, söhbət bundan gedir. Yəni layihə qabağı işlər zamanı yerli icra hakimiyyəti orqanları ilə, həmçinin bələdiyyə orqanları ilə razılaşdırılmalıdır və ya müvafiq qaydada təsdiq olunmuş baş plan və ya müfəssəl planlaşdırma layihələrində öz əksini tapmalıdır. Yəni, ümumi təhsil müəssisələrində binaların layihələndirilərkən onların yerləşməsi üçün torpaq sahələrinin ölçüləri müxtəlif formada, yəni uşaqların, şagirdlərin sayına uyğun olaraq bölüşdürülür. Misal üçün, 40 şagirddən 400 şagirdə qədər hər bir şagird üçün 50 kvadrat metrdir. Yox, əgər 400 şagirddən 500 şagirdə qədərsə 60 kvadrat metrdir. Və yaxud da 500-dən 600 şagird arasıdırsa, bu zaman olur 50 kvadrat metr. Və ya 600-800-dürsə 40 kvadrat metr olur. İndi söz yox, 2000-ə qədər gedir. 2000 olanda təbii ki, 2000 və daha çox olanda 16 kvadrat metr düşür. Bunlar sadəcə olaraq imtahanda az hallarda düşür. Amma yenə də bütöv şəkildə mən sənə bunu göndərəcəm. Amma əsas saydıqlarım mütləq şəkildə əzbərləyin. Çünki bunlar imtahana düşən bir hissədir. Tədris təcrübə zonası sahəsini, yəni belə deyim də, ümumi sahədən, yəni sahədən söhbət gedir, 100% sahədə belə deyəm mən sənə. Bunun 25%-dən artıq olmayan ərazisini təşkil etməlidir. Nə təşkil etməlidir? Tədris təcrübə zonasından söhbət gedir. Layihədə nəzərdə tutulmuş ümumi təhsil müəssisəsinin şagirdlərin sayına asılı olaraq biologiyadır, kimyadır, fizika fənləri üzrə laboratoriya otaqları planlaşdırılırsa, tədris təcrübə zonası sahəsi azaldıla bilər. Yəni burada heç bir qanun pozuntusu yoxdur. Bir də ki, idman zonası var da, bədən tərbiyəsi müəllimləri var. Necə deyirlər, fiziki tərbiyə müəllimləri də idman dərslərini keçirmək üçün stadion belə deyək də, misal üçün. İdman zonası binadan ən azı 25 metr məsafədə və yaşıllıq zonanın arxa hissəsində yerləşdirilməlidir. Aydın, yəni orada tərtib olunmalıdır, orada salınmalıdır. Aydın, neçə metr? 25 metr kənarda olmalıdır və yaşıllıq zonanın, belə deyim də,
zolağı da əslində yaşıllıq zolağın arxasında olmalıdır. Aydındır? Bunları yadda saxlaqına elə də çətin bir şey yoxdur. Mənə gəlir ki, çətinlik çəkməyəcəksən də. Deyim ki, yox, belə olacaq, olacaq, yox. Elə bir şey yoxdur, açıq deyim mən sizə. Yəni çox adam qorxur ki, yox, belə olacaq, olacaq. Elə bir şey yoxdur axı. Yaxşı. Misal üçün mən bunu sənə ümumi materialında təbii ki, göndərəcəyəm. Bundan narahat olma. Bir də ki, təhsil müəssisəsində iaşədir və tibbi xidmətin təşkili qaydası normaları var ki, bunu da mən sənə göndərərəm. Yəni bunu belə deyim də yüngülvari oxusun, bəs eləyər. Yanğından mühafizə qaydaları növbəti dərsdə keçsəm mən səndən o vacib olan belə deyim də məsələdir. Bir də ki, xidmətçi heyətin əməyindən daha doğrusu səmərəli istifadə yolları var. Bunu da növbəti dərs alacaq. İndi çünki mən sənə çox yükləmək istəmirəm. Öyrənmək biraz çətin olacaq. Məktəbin ştat məsələsi var ki, mən bayaqlar dərsə başlayan dedim ki, Nazirlər Kabinetinin 1996-cı il 26 may tarixində 59 nömrəli qərarı var. Nümunəvi ştatlardan söhbət gedir burada. Bilirsən, burada məktəbin direktorudur, sonra tədris işi üzrə mavindir və ya belə deyim də direktorun lisey, gimnaziya profili üzrə mavini və s. bunlar yox. Sinifdən xaric, məktəbdən kənar təşkilatçı rəhbər, yəni mavin gedir də əvvəl, indi rəhbər şəxsdir. Mavin statusu yoxdur artıq. Bunları öyrənməyə ehtiyac yoxdur. Sən vacib olaraq belə baxa bilərsən ha, yəni konkret olaraq onların üzərində belə deyim də alın tər tökməyə ehtiyac yoxdur. Mən bunu demək istəyirəm. Sən burada bax ki, direktorun təsərrüfat işləri üzrə mavində, direktorun təsərrüfat işləri üzrə mavində. Təsərrüfat işləri direktor mavini. Prosta inversiya verdim cümlədən. Mübtəda ilə xəbər yəni hamısını qarışdırdım. Təsərrüfat işləri direktor mavindir. Bir də ki, təsərrüfat müdiri eyni şeydir. Yəni fəaliyyət planı, öhdəlikləri, vəzifə funksiyaları yenə deyirəm. Burada şagird kontingenti, bir də ki, sinif komplektasiyası bunlara uyğun olaraq fərqlilik var. Başqa da heç bir fərqi yoxdur. Aydındır? Yəni burada nə öyrənməlisən? Mən sənə deyim. Təsərrüfat işləri üzrə direktor müavini neçə sinif komplektasiyasından sonra yaranır. 1.9 sinif komplektasiyası varsa, təsərrüfat işləri üzrə direktor müavini ştatı olmur. Aydındır? O iş aparır kim? Direktor. Amma 10 sinif komplektasiyası varsa və şagird sayı təbii ki 400-dən aşağı və sinif komplektasiyası 10-19 ədəddirsə, bu zaman olur təsərrüfat müdiri. Yox, əgər sinif komplektasiyası 20 və şagird sayı 401 və yuxarıdırsa, bu zaman olur təsərrüfat işləri üzrə direktor müavini. Yəni bu ştat yaranır artıq. Aydın söz yox, maaşa əlavələr də var burada. O kiçik bir yəni uşaqların sayına baxır da belə. Əlbəttə ki, yəni bugünkü günündə çox adam deyir ki, uşaqlar nə bilim nadincdir belə falan. Allah var eləsin, söz yox. Nadinc olan kifayət qədər uşaqları var. Biraz yox, çox dəcəllik eləyirlər. Amma istənilən halda yəni şagirddən asılıdır təhsil işçisi. Yəni şagird olmasa sən dərsi kimə keçəcəksən? O məktəb nəyə lazımdır ümumiyyətlə? Aydındır, belə məsələlər ortaya çıxır da. Ödəniş dərəcələrini mən sizə deyim. Ümumi təhsillidirsə, yəni adi attestatı varsa, direktor maaşının 40%-ə qədərin alır. Yəni belə reqlement kimi götürək də 1000 manat direktor alırsa, misal üçün deyirəm. Ümumi təhsillidirsə, yəni attestatlıdırsa 400 manat maaş alır təsərrüfat işləri direktoru mavin ancaq. Yox, orta ixtisas təhsillidirsə, yəni ki, kollec bitiribsə, direktorun maaşının 60%-ə qədərdir. Yox, ali təhsillidirsə, bu zaman yəni təhsil məsələsi önəmlidir. Bu zaman da 80%-də maaşını alır, 20% əskidə belə deyək. Amma bəzən elə ola bilər ki, testdə 20% və ya 80%-ni alır, 20% az alır. Bu sümlələr olmur. Bəzən ola bilər ki, 15% olsun, 15% də götürə bilərsən. Yaxşı. İndi maaşlar da mən bildiyimə görə artıb da, yəni yanvardan sonra artıb. Sən burada katibə ştatına baxarsan, katibə ştat yadında saxla, 10 sinif komplektasiyasından sonra bir ştat olaraq yaranır. Kitabxanaçı və kitabxana müdiri. Bunlara da nəzarət eləməlisən, sən baxmalısan, bundan da sual düşə bilər çünki sənə. Katibə də direktor müavininə tabedir. Yardımçı heyətdir əlbəttə ki. Tədris köməkçi heyəti gedirdi onlar hamısı. Yəni onu belə deyim də sizə ayrı muxtariyyəti zad yoxdur ki. Yəni bilirsən necədir? Bir növ cərgələr kimi düşün. Matris determinant işləmirsən də yəqin ki ali riyaziyyatda xəttlər var idi. Düzdür? Yəni o xəttləri bir növ yazgən təlim tərbiyə işləri direktor müavini, bunlara müəllimlər tabedir. Təsərrüfat işləri direktor müavini, bunlara kimlər tabedir. Aydındır, kitabxanasında katibədir, laboratoriya. Bizdə sahə tamamilə fərqli olub deyə, bizdə hər kəs müdirə tabe idi.
rəisə tabe Yox, indi edir. içəridə Ona indi görə şöbə müdiri var, şöbə müdirinin köməkçisi var, yəni belə şeylər də var axı. Yəni bilirsən necədir? mən özüm birbaşa rəisimizə tabe idim. Aha, elə. İndi ola bilər də müəssisəyə dəyişə bilər, amma təhsil müəssisəsi elə deyil. Çünki mənim özüm şöbə müdiri olduğuma görə rəisin özünə Ay, tabe nəysə idim. maşallah siz indi şöbə müdirirsiniz. Biz o qədər də yüksəlməmişik. Yəni burada kitabxanaçıya da baxarsan, kitabxana müdiri də var. Bunların maaşı fərqlidir. Kitabxana müdiri kitabxanaçıdan 10% daha çox maaş alır. Yaxşı. Əgər kitabxanaçı 400 manat maaş alırsa, misal üçün deyirəm də, kitabxana müdiri 10% çox olan nə qədər 440 manatdır, düzdürmü? 440 manat maaş, belə 440 manat alır, 40 manat artıq alır. Başa düşdün? Bir də ki, kitabxanaçı ştatı 7-9 sinif komplektasiyası olanda kitabxanaçı ştat yaranır. Yox, əgər 10-29 arasıdsa bu zaman olur nə? Kitabxana müdiri. Aydındır? Yox, əgər sinif komplektasiyası 30-dan yuxarıdırsa, həm kitabxana müdiri olur, həm də kitabxanaçı olur. İkisi bir yerdə işləyir. Burada şagird kontingenti də nəzərə alınmalıdır. Aydındır? Laborantlar üçün də ümumi olaraq mən bu materialı sənə göndərəcəm. Təbii ki, elə də çətin bir şeydir, amma vacib olan bir məsələdir. Doğrudan deyil. Yaxşı?